Mən Məsmum Müsəllim Namazoğlu 1960-cı il mart ayının 18-də Amasya rayonunun Gülübulaq kəndində doğulmuşam. 1966-cı ildə həmin kəndin tam orta məktəbinin 1-ci sinifinə getmişəm. 1977-ci ildə o məktəbi qutarıb getmişəm Bakı şəhərinə. Bakı şəhərində 22 nömrəli Binəqədi Texniki Peşə Məktəbində oxumuşam. Təbii o instituta qəbul olmayandan sonra getdim, orada qəbul oldum. Sonra Stavropol şəhərinə ezamiyyətə getmişəm. Kəsə desək, ezamiyyətdən qayıdandan sonra 1 il. Ondan sonra əskəriyə getmişəm. Əskəriyə də Qaqarin adına akademiyada qulluq eləmişəm. 2 il Podmoskoviyada. Oradan qayıdandan sonra Gizirlər Məktəbinə getmişəm. Leningrad şəhərində oxumuşam, Qarbolova şəhərində. Oradan da qayıdandan sonra Azərbaycan Respublikasının o vaxtki Xanlar rayonu, indi Göygöl rayonu sayılan rayonunda 555-820 nömrəli hərbi hissəsində qulluq eləmişəm. Ondan sonra müharibə başladı, məlum hadisələr baş verdi. Sonradan biz demək bu texnikalarla bir yerdə hamımız çıxdıq Dəllər qəsəbəsinə operatorları öyrətmək üçün. Operatorları öyrədəndən sonra getdik Beyləqan zonasına. Beyləqan zonasında mən əməliyyat növbətçisi gedirdim. Ruslardan qəbul edəndən sonra bu texnikanı heç bir zabit heyəti yox idi. Ancaq Gizirlərə həvalə olunmuşdu. Bütün briqadanı Gizirlər qəbul eləmişdi. Sonradan sonraya özü məktəblərdən, Rus məktəblərindən qayıdıb gələn zabitlər başladılar iştirak eləməyə. Yəni müharibəni topla, tüfənglə, ov tüfəngi ilə çıxırdıq müharibələrə. Əmirxan həkim də şahiddir, özü də həkim kimi iştirak eləyibdi. İştirak eləyib ben. Yox, qazıyam. Bəli, çox adam orada iştirak elədi. Həkim qazi, bəli. O birisi həkimimiz Muradxan həkim, o da bizim rayonun həkimidir. O da iştirak elədi, o da xidmət elədi. Yəni sonra bu hərbi hissənin adı Piraformiyat oldu 952 saylı hərbi hissəyə. 952 saylı hərbi hissə də hava hücumundan müdafiə kimi gedirdi. Axıra kimi də orada qulluq elədim. Qulluq dövrümü başa vurdum. 24 il tam tamına lüqotla 37 il qulluğumu elədim. İndi pensiyadayam. Şükür Allah'ın verdiğine, dolanışımız pis değil. Evlatlarım, 5 evladım var, 4 kızım, 1 oğlum var. Oğlum da iştirak elədi müharibədə, indiki vəziyyətdə Bakı şəhərində yaşayır. Qızlarım da, oğlum da, hamısı da. Hər arvad biz ikimiz öz köhnə evimizdə yaşayırıq. Yəni 77-ci ildə mən gəlməyimə baxmayaraq valideynlərim məlum məsələlərdən sonra 1988-ci ildə kənddən onlar da deportasiya oldular. Gəldilər, onlar da Bakı şəhərində məskunlaşdılar. Atam Məsumov Namaz Qasımoğlu Gülübulaqda tanınmış tayfalardan birində, Xarazanlar tayfası deyirlər. O tayfadan idi. Anam Abbasova Şəfiqə, ata familiyası ilə deyirəm. İbrahim qızı Abbasovların nəslindəndir. Bu Mahmudovların nəslindən. Atam kolxozçu adam idi. Kolxozda bəzi vəzifələrdə işlədi. Məsələn, quşçuluq firmasında işləyib, donuzçuluq firmasında işləyib, axır gələnə yaxın kolxoz ambarında işləyibdi. Yəni bir sözlə kolxozçu ailəsi idi. Əmilərim, müəllimlər var idi. İsmail müəllim idi, Rus dili müəllimi. Əmim Məhərrəm ekonomist idi rayonda, sonradan sonraya kənddə, oradan gələndən sonra burada Hacı kənddə, pansionatda işlədi. Yəni əmim uşaqları, bəli, dayılarım
Onlar çoxdan köçmüşlər, burada yaşayırlar. Bəxtiyar. Bəxtiyar dayım, Şaban dayım, onlar burada yaşayırlar. Sonra anamın əmiləri burada yaşayırlar. İsmail əmisi Gəncədə yaşayırdı. Sonra Həmzə əmisi. Həmzə əmisi burada Göygöldə yaşayırdı. Əmlərindən, anamın əmlərindən də müharibə dövründə gedib müharibədən qayıtmayanları var idi. Əsəd, İbrahim anası, anamın öz atası. Yəni əmləri bircə sağ idi, burada yaşayırlar. Sonra da bax belə, nə bilim, həyatdır da, indi pis dolanmırıq, yaxşıdır. Qohum əqrablarımız var. Kəndin həsrətindəyik. Kəndin həsrətindəyik, bəli. Gün o gün olsun. Gün o gün olsun qayda, o kəndin eşqinə yaşayırıq hamımız. Kənddə də, bizim kənddə də gözəl yerlər var idi. Oxsolundan gələndə biz hamımız danışırdıq, Sinordaşı. Yolda həqiqətən də kvadrat bir ölçüdə Sinordaşı var idi. Onu mən eşidib bildiyimə görə hər il traktorçular bir neçə metri o tərəfə çəkilmiş, o bir tərəfdə bu tərəfə çəkilmiş. Hə, bir-birinin yerini zəbt edirlərmiş. Sərhəd daşı. Sərhəd daşı deyək də, Sinor o Türk dilindən gələn sözlərdir. Sinor deyirdik. Sinor deyirdik. Hə, oradan sonra bəli, sizin haqqınız var düzəliş verməyə. Oxçoluna biz Oradan bəri gələndə, Oxçolundan bu tərəfə gələndə bizdə Bostanlar deyilən bir yer var idi. Alma bağı. Alma bağından sağ tərəfdə armud bağı var idi. O armud bağının da yaxınlığında hərbi hissə var idi. Bizdə paqranişiniz onluqdur. Onun yuxarısında Yumrutepe deyilən yer var. Yumrutepe'nin o tərəfində quşçuluq ferması var idi. Yəni kənd oradan başlayırdı. Ondan sonra Ruslar buradan gedəndən sonra oranı elədilər xalçaçılıq fabriki. Ermənilərlə bizim aramızda çox hündür bir qayalıq var idi. O arpa çayı bax oradan keçirdi. Orada Qaps və Engels kəndləri oradaydı. Erməni kəndləri. Çayın o tərəfində idi. Meğraşat bizim Türkiyənin sərhəd idi. Orada da hərbi hissə var idi. Oradakı hərbi hissədə itləri trislavat edirdilər. O da son vaxtlar köçdü getdi. Elə onun o hərbi hissənin binaları qalmışdı. Oradan sonra gəlirsən, məsələn, yuxarı gəldi, Zaza deyilən bir yer var idi. Əmirin bulağı deyirlər, Əmir kişi olub rəhmətlik, Əmirovların tayfasından. Oradan bulaq çəkdiribdi. Oradan yenirdi, düz qayanın dibində, xeyli axta bir 80 metrə olar məncə. Elə mi? Siz tərəfdə də həmən hündürlük idi. Oradan yenirdik, mənim yadımdadır. Su dəyirmanı var idi. Çalğı yığırdı. Çalğını neylə yığırdı? Onun üstündə qoyun gözü var idi. Qoyun gözünü yığıb yeyirdik. İt burnu yığıb yeyirdik. Kuzu qulaq, o heç də onlar aydın məsələdir. Sonra quş əhbəyi, burada yolotu deyirlər. Amma bizdə quş əhbəyi deyirdik. Cırbıra pişirirlər. Yerevan özəyi. Bəli, qaz ayağı yığırlar. Ondan maşın alanlar oldu kəndimiz. Bizim millət çox işgüzar adamlar idi. Yəni dolanışıq özləri üçün qurmuşlar. Çox qəşəng də dolanırdıq. Amma bu qaça olana yaxın cəmaat çoxsu 2 mərtəbəli evlər tikməyə başladılar. Erməni də yəqin ki bunu görürmüş, bilirmiş. Dəyib toxunmurlar. Axır vaxtlar hamısı bəlli oldu ki bu köçmək lazımdır. Burada yaşamaq mümkün deyil. Sonra yuxarı gəlirsən daş çarxanaları var idi. O daş çarxanalarından sonra gəlirdi Maracıq kəndi. Ondan sonra gəldi Qaraçanta Həkim Əmirxangilin kəndi. Sonra gəldi rayon. Sonra gəldi Eyvallah. Bəli, bu Eyvallah həqiqətən də olmuş hadisədir. Həkim özü də bilir onu. 2 kilometr arası var idi. Erməni abidəsinin yanındaydı o. Başda oralarda düşürdülər. Orada düşəndən sonra əllərini qardılar. Eyvallah. Yəni ki biz getdik. Həm vermirdilər, həm heç şoferin özü də istəmirdi. Mənim yadımdadır ki, o şoferin adı Vinolo idi. Adil idi. Adil bizim kəndçi idi, rəhmətlik. Allah ona qəni rəhmət eləsin, bəli. Sonra oradan bəri tərəfə gəlirdin. Bizim kəndin başlanğıcı mənim qardaşım Xosrovun evi idi, rəhmətlik. Allah cəm ölənlərə rəhmət eləsin, elə də mənim qardaşıma. Ondan sonra Qələndər kişi gəlirdi, Yunus kişi Greyder sürən deyirlər. Xosrovgilin evinin bu tərəfində elə bil, ermənilər tərəfə
toplar dururdu. Kənddə o toplardan çox yerdə var idi. Demək, mən səhv eləmirəmsə, biri dərmanın yanındaydı, biri namaz dayıcının yanındaydı, 2, biri məktəbə çıxan yerdəydi, 3, biri Baxşəli dayıcının yanındaydı, 4, Xosrovgilin yanındaydı, 5. Mən 5-ini saydım, təqribi fikirləşdim. Ola bilər səhv eləirəm. Onların hamısının направлениясы Türkiyə tərəfə idi. İndi mən hərbiçi olandan sonra başa düşmüşəm ki, bunlar elə-belə deyilinmiş. Yəni ki, özlərinin müdafiə qurğusu düzəldiblər. Biz uşaq vaxtı o topların içinə girirdik. Qardaşım Xosrovun yaşadığı evin o tərəfində. O topların içinə girirdik. İndi baxırıq ki, buna deyirlər. O vaxt bizim kənddə o dillə deyirlər Davut yağı. Amma onun əsl adı Litol 24 imiş. Mən Leningradda oxuyanda bunların hamısını yəni bildim, bəlli oldu bunlar. Bütün o cihazların hamısı həmən Litol 24 ilə yağlanmışdı. Əlini vururdun, əlində qaldı. Təp-təzə. Yəni ki, orada bir dənə gülləni qoyub atmaq olardı, vəssalam. Elə bir vəziyyətdəydi. İçəri girməmizdən qabaq resotkalar var idi, yəni havalandırma sistemi var idi. Onun nəsə bizdən əvvəlkilər, yəni böyüklər qırmışlar, girmişlər içinə. Sonra biz də uşaq vaxtı girdik, baxdıq. Sonra gəldin, Əmirxan həkim dediyi kimi yerlər var idi. Çətindərə, nə bilim, kəndin içində, bəli. Nəbi çayırı, bəli, Göyərçin damı, cürbəcür yerlər var idi. Yəni o dekik o Bəli, bəli, bu düşməlidir, hamı da bilməlidir. Bu şeylərin hamısını kəndlə də bizim Türkiyənin arasında sərhəd var idi. O sərhəddə yəni elə bir ara yox, məsafəsi yox, 100-200 metrə məsafə var idi. Bu Qaçaqasda mən eşitdiyimə görə, yəni Qaçaqasdan əvvəl cəmaət bu pres salonları yığıb aparıb orada özləri üçün ev tikirlərmiş. Yəni gecəliyirlərmiş orada. Gündüz sir deyirik biz. Yox, o Türkiyə sərhəddaş o kəndə nə deyirlər? Güllübulaq. Güllübulaqla Çatma. Yox, Qızıldaş. Qızıldaş. Qızıldaş, bəli, Qızıldaşla bizim kənd. Orada demək bu ot biçinində. Orada pasportla qanun əsasında hamı girir, hamı deyəndə yəni ki, kim getməlidir? Dırmıq, yaba, kəramçılar hamı Kənd gedirdi. adamlardan. Hə, kənd adamları gedirdilər. Yəni oradakı cəmaət da, onlar da bilirlər ki, biz türkük. Bizim əslimiz türkdür. Biz türkük. Mənim babamın, Qasım kişinin pasportu mənim yadımdadır. O türkçə yazılmışdı onun. Pasportu özdə türk yazılmışdı. Amma indi hamımızı sonra Stalin vaxtından sonra elədilər Azərbaycanlı, Azəri, nə bilim. Amma biz türkük. Türk. Biz türk olanda türklər heç türk deyilirlər. Bunu biləsiniz. Yəni bax, mənim qardaşım, atam, anam, qardaş bacılarım hamısı köçüb gələndən sonra Bakıda məskunlaşdılar. Bakıda məndən kiçik qardaşım ilə o birisi də Montində məskunlaşdılar. Erməni ev aldıq. Erməni demək, əvvəl Bakı Sovetində işləyib, Dom Sovet deyək də. Orada parikmaqr işləyibmiş. Yəni bunu nəyə görə deyirəm? O evə girəndə, içəri girəndə pol silkələnirdi. O qardaşımın uşaqları böyük qızlar, 2 qızlar, oğlu sonra burada doğuldu. O qızlar qorxurlar, elə bilirlər zəlzələdir. Çünki zəlzələni uşaq vaxtı orada görmüşlər bu uşaqlar. Hə. Yəni kənd haqqında o qədər danışmaq olar ki. Kənddə restoran var idi, balaca kənd deyil idi. Bir xeyli ən böyük kəndi idi, mağazinlər var idi. Məsələn, Rayondan böyük. Əmirxan həkim bayaq misallar gətirdi. Məsələn, biz orada sermaq deyirdik. İndi sonradan biz başa düşdük, yəni ki, selski mağazin. Elə bir problem deyilmiş bu. İndi bayaq həkim hansısa bir söz dedi, kanselər. Bu kanselyariya xazisi. Biz kanselər, bizdə də var idi, kanselər deyirlər. Biz orada başa düşmürük kanselər nədir. Heç nədir demirdik, heç başa düşmürük ki, bu nə deməkdir. İndi sonradan sonra əskəriyə getdik, biraz rus dilində başladıq danışmağa, öyrəndik. Yaşımız o yaş deyil, daha hər şeyi başa düşürük yavaş. Sən demək kanselyariya. O belə